İkinci Qarabağ müharibəsində şəhid olan qəhrəman hərbiçilərimizdən biri də Zeynalov Müseyib Salihoğludur. O 1978-ci il yanvarın 27-sində Salyan şəhərində anadan olub. Müseyib Zeynalov 1984-cü ildə Aşıq Pənah adına bir saylı tam orta məktəbin 1-ci sinifinə qəbul olub. 1992-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 1996-cı ildə oranı bitirərək hərbi təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. 2000-ci ildə Ali Hərbi Məktəbi uğurla başa vuraraq leytenant kimi Gəncə şəhərində yerləşən en saylı hərbi hissədə xidmətə başlayıb. Daha sonra isə Murovdağda yerləşən en saylı hərbi hissədə xidmət edib. Pedaqoji fəaliyyətə başlayan Müseyib Zeynalov 2003-cü ildən 2014-cü ilədək Heydər Əliyev adına Ali Hərbi Məktəbdə dağım komandiri, bölük komandiri, taborun tərbiyə işləri üzrə müavini və müəllim vəzifələrində çalışaraq Azərbaycan ordusunda minlərlə zabitlərin yetişdirilməsi üçün böyük rol oynamışdır. Müseyib Zeynalov 2016-cı ilin aprel döyüşlərində ön cəbhədə savaşıb. İkinci Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılan mayor Müseyib Zeynalov Qubadlının, Cəbrayılın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərir. O, noyabrın 6-sında Qubadlı döyüşləri zamanı şəhid olub. Müseyib Zeynalov Salyan şəhər şəhidlər xiyabanında böyük izdihamla dəfn olunub. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Müseyib Zeynalov ölümündən sonra vətən uğrunda Cəbrayılın, Qubadlının azad olunmasına görə, igidliyə görə medalları və 3-cü dərəcəli rəşadət ordeni ilə təltif edilib.